Əziz dostlar, 2025-ci ilin Hyundai Elantra N-Line çıxır aksiyona. Maşın 1.6 motordur. 9200 yürüyüşü var, 28000 böyük dirhəm start qiymətlə maşın çıxır aksiyona. Ön hissəsində maşının zədəsi yoxdur. Bufer salaskadan çıxıb yerinə taxılacaq. Sağa maşının zədəsiz. Zədə maşında arxa hissələr deməli bagajın spoileri lazım olacaq. Bagajında xırda batıq var. Bu stop lazım olacaq, bagajın stopu. Və buferin də xırda belə bir zədəsi var. Gördüyünüz kimi buferin özü təmir etdirmək olar. Bu reflektorlar alınacaq. Keçək maşının sol hissəsinə, deməli stopun şüşəsi də qırılıbdır. Keçək maşının sol hissəsinə. Deməli sol hissəsi gördüyünüz kimi maşının zədəsiz və sol arxa krılon stopu lazım olacaq. Quluş teli maşının içindədir gördüyünüz kimi. Bir dənə bu ferdə o tərəfdə zədəsi var idi. Açarsız daxilmə kör nöqtənin sensoru var maşında. Sidiyanın elektron idarə olunması, premium səs sistemi bozuya mövcuddur. N-Line özündə məxsus oturacaqlar. Gördüyünüz kimi LED pribor, monitor əziz dostlar, sidiyanın qızdırıcısı mövcuddur. Qara tavan, panorama lük. Maşın vininə baxa bilərsiniz. 1.24'dür. Kim istəsə əlaqə saxlasın, gözəl qiymətə əziz dostlar maşını əldə etmək olar.